Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Mağazada dəhşətli yanğın. 22 nəfər həlak oldu. Mağazada baş verən yanğında 4 uşaq da daxil olmaqla ən azı 22 nəfər ölüb. Günün xəbərləri xəbər verir ki, məlumatı El Universal qəzeti yayıb. Qəzetin yazdığına görə daha 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb. Yanğının partlayış nəticəsində baş verdiyi bildirilir. Qəzet yanğın söndürmə şöbələrinə istinadən xəbər verir ki, yanğın mağazanın girişində başlayıb və bir çox alıcı içəridə qalıb. Yanğın lokallaşdırılıb və qonşu binalara yayılmasının qarşısı alınıb. Sonra əyalətinin hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma başlayıb. Regional qubernator Alfonso Durazo qurbanların ailələrinə başsağlığı verib və yaralılara yardım göstərilməsi barədə göstəriş verib.